Media Doktor, sağlığın varlığındır. Hər vaxtınız xeyir olsun. Media FM-in efirində Media Doktoru dinləyirsiniz. Sizinlə mənəm Sona Buynina. Və mənim bugün həm söhbətimlə birlikdə çox maraqlı bir mövzunu müzakirə eləyəcəyik. Odur ki, hər kəs diqqətli olsun və suallarınız olarsa sizə hər zamanki kimi dinləməyə hazırıq. Canlı efirimizin nömrəsi 055 999 1055-dir. Və biz bugün nədən danışacağıq və kiminlə danışacağıq? Xüsusən bugün gələcəkdə övladı, belə deyək, övlad arzusuyla tutuşan insanlar deyək, sözün əsl mənasında övlad həsrəti çəkən insanlar həmin xanıma daha çox müraciət edirlər. Amma normalda qadın sağlamlığı ilə bağlı, hamiləliyin idarə olunması, əməliyyatların aparılması ilə bağlı adətən xanımlarımız görürsünüz ki, hamiləliyinə çox titiz yanaşır və yaxşı həkimin əlində olmaq istəyir, yaxşı həkimin onu əməliyyat etməsini istəyir. Bax, belə məqamda studiyamızın qonağı olan uzman cərrah mama ginekoloq, ekstrakorporal mayalanma üzrə mütəxəssis Layilə Kazımovaya müraciət edə bilərsiniz. Doktor, xoş gəldiniz, hər vaxtınız xeyir olsun. Salam, necəsiz? Doktorumun o qədər gözəl aurası var. Təəssüf ki, biz bunu radiodan sizə indi ötürə bilmirik, amma efirdən sonra YouTube səhifəmizdə verilişlərimizə baxa bilərsiniz. Layilə Kazımova yazılan başlıqlarda doktorumuzu görə bilərsiniz. Çox xoş aba-havası var. Elə bəlkə də ona görə sözün əsl mənası doktorluğun haqqını verən insanlar olur da. Doktor, bax onlardansınız. Ay, çox sağ olun, çox təşəkkür edirəm. Xoş gəlmisiniz bir daha. Doktor, bugün oradan-buradan danışacağıq. Bugün konkret bir mövzu üzərindən getməyəcəyik və mən çox istəyərdim ki, dinləyicilərimiz də bizi tək qoymasınlar. Sualları varsa ünvanlasınlar. Biz bugün efirimizdən bol-bol dinləyicilərimizin sualını cavablandıraq. Amma ətrafımda gördüyüm və bildiyim insanlardan, eşitdiyim insanlardan, yəni narahatlığı olan insanlardan da sizə sual verəcəm. Demək olar ki, bugün olan suallarımın əksəriyyəti ətrafda gördüklərimdəndir. Oldu. Doktor, ekstrakorporal mayalanma bugün mövzularımızda bir neçə dəfə qeyd etdik ki, həqiqətən də insanların nicat yoludur. Yəni, övlad həsrətində olan insanlar ekstrakorporal mayalanma ilə övlad istəyinə çata bilərlər. Amma deyib, yəni cümləmizi adətən deyirlər ki, cümlələrin ən böyük mənası ammalardan sonra başlayır. Bunun amması varmı? Amması səbirli olmaq lazımdır bəzən. Çünki birinci dəfədən tutmaya bilər. %100 bu dünyada heç bir şey yoxdur. Heç bir metod, yöntəm yoxdur. Bu da həmçinin eyni şəkildə tutma ehtimalı %60-70-dir sadəcə. Amma əslində bu belə çox böyük bir rəqəmdir. Əlbəttə. Ümidsiz insan üçün çox böyük rəqəmdir. Əlbəttə. Və belə bir şey də var ki, ekstrakorporal mayalanmanın bu araşdırmalarda da var. Hər bir sonraki denəmə öncəki denəmədən daha çox şansı var. Nəyə görə? Çünki bizim verdiyimiz dərmanlar əslində bir dəfəyə, sadəcə o sikla məxsus deyil. Yəni bir dəfəyə belə deyim də orqanizmdən çıxmır. Onun kumulativ effekt deyirlər, yığılma effekti. Dərmanın effektlərinin yığılma effekti var və bəzən ilk dəfə məsələn tutmadı, amma ikinci, üçüncü dəfədən tutma ehtimalı daha yüksəkdir. Doktor, məsələn, mənim üçün kölgə olan mövzulardan biri də dediniz ki, o stimulyasiya etmək üçün verilən dərmanların həmin əsnada bəzən qadınların yumurtalığına zədə verməsidir. Yəni bizim gözləmədiyimiz nəticənin olması. Dediniz, onların əhvalı pozula bilər, hətta ciddi narahatlıqlarımız ola bilər. Bu neçə faiz hallarda görülür? Tam belə deyim də sizə, zədə vermə deyil də, sadəcə bəzi qadınlarda, özəlliklə polikistoza olan qadınlarda, onlarda çox yumurta var. Biz nə edirik? Biz dərman veririk, yumurtanı böyüdürük, olgunlaşdırırıq. Elə bil bizim tam o mayalanmaya uyğun bir səviyyəyə çatdırırıq. Bu qadınlarda polikistoz zaten polikistoz. Yəni bunlarda çox sayda yumurta olduğu üçün çox sayda bir yumurtalıqda 18 dənə, 20 dənə, 30 dənə və s. olduğu üçün onların 30 dənə yumurtası böyüyür və orada elə bir problem yarana bilər ki, yenə də bu hər kəsdə deyil və indiki aparılan müalicələr artıq bunun qarşısını alır və bizim artıq məsələn elə bir xəstələrimizdə elə bir şübhə varsa biz öncədən onun müalicəsini biraz dəyişdiririk ki, elə bir şey olmasın. O yumurtaların hamısını biz yığanda orada maye var yumurtaların içində və o maye belə deyim də qarın boşluğuna dola bilər. Qarın boşluğuna da dolduğu üçün və digər boşluqlara da dola bilər.
o da xəstəyə yəni ciddi bir risk yarada bilər. Amma dediyim kimi bu artıq buna Deməli bunu da önləmək olur. Bəli, bəli. Bu riski də qarşısını alırıq. Bəli, hiperstimulasiya sindromu deyirlər. Bunun artıq modern tipdə artıq bunun da qarşısını alırıq. Çünki verdiyimiz dərmanlar artıq biz öncədən bilirik hansı xəstələrdə bu ola bilər və öncədən biz dərmanlarımızı o şəkildə ayarlayırıq ki, hətta yumurta toplandıqdan sonra Ehtimalın belə sığortası var. Əlbəttə. Həm yumurtalar, məsələn, bir də bu hansı xəstələrdə ola bilər? Məsələn, bəzi xəstələr deyir ki, mənim çox zamanım yoxdur və ya mən həmən yumurta toplandıqdan sonra həmən mən embriyo transferində həmən istəyirəm. Polikistik yumurtalıqlar olan xəstələrdə biz bunu etmirik. Nəyə görə? Çünki biz bir ara veririk, biz embrionları dondururuq, biz bir ara veririk, gözləyirik ki, orqanizm sakitləşsin. Bir sonraki siklda, bir sonraki ayda artıq embrionları köçürdürük. Və dediyim kimi, biz zaten öncədən bildiyimiz üçün ki, hansı xəstələrdə bu ola bilər, yumurta topladıqdan sonra da bəzi müalicələr var ki, biz onları profilaktik edirik. Hər ehtimala qarşı ki, olmasın. Dediyim kimi, artıq öncəsi qədər yayğın deyil bu. Yumurtalıqların hiperstimulyasiyası. Buna görə də xanımlar narahat olmasınlar. Bəli. Doktor, madəm polikistikin üzərindən gəldik, elə sualımı yenə də polikistik overə görə verəcəm. Çünki bundan əziyyət çəkən qızlarımız da çoxdur, qadınlarımız da çoxdur. Məsələn, qız dönəmində tutalım bir ananın gözündən yayındı. Övladının belə bir problemin olması yoxlanmadı. Ağrıyla mı, sancıyla mı keçdi həmin dönəmlər. Gəldik, çıxdıq evliliyə. Nə baş verəcək doktor? Və fonda ciddi polikistik over sindromu var. Yenə də bunların fərqli fenotipləri var. Yəni fərqli variantları var. Daha yüngül olanlar var, daha ağır olanlar var. Əslində mən sizə deyim ki, düzdür. Polikistik over adətən kilo artımı ilə də müşahidə olunur. Çünki bunlarda insulin dirənci olur, yəni hormonal disbalans olur və yəni problem bir tərəfdə, bir istiqamətdə deyil. Bəli, hər tərəflidir zaten, müxtəlif. İnsulin dirənci də olur bunlarda. Çünki hüceyrələr insulinə qarşı həssas deyillər, hiss eləmirlər, görmürlər insulini. Ona görə də bu xəstələr adətən kilolu olurlar və kilo verməkdə çox çətinlik çəkirlər. Amma mən sizə deyim ki, bu özəlliklə kilolu olan polikistik overlər daha asan müalicəyə tabe olunur, nəinki arıq polikistik overlər. Çünki məsələn kilolu olana biz əgər kilosunu verdirsək, təbii ki, dərman köməkliyi ilə, o insulin həssasiyyətini artıran dərmanlarla və eyni zamanda diyetlə falan onlar kilonu verdikdən sonra adətən öz-özünə spontan başlayırlar düzənli aybaşı görməyə. Təbii ki, hər kəsdə deyil. Hormonlar düzənə gəldiyi üçün, düzənli olduğu üçün artıq. Təbii ki, bu hər kəsdə deyil, amma belə deyim də çoxunda. Amma bəzən də gəlirlər ki, kilo zəifdir, yəni kilolu deyil və düzənsiz menstruasiyası var və ciddi polikistozu var. Onlarda artıq daha çətindir. Yəni polikistoz elə bir durumdur ki, bu zaten siz bunu şəkər xəstəliyi kimi düşünə bilərsiniz. Necə ki, biz şəkər xəstəliyimiz xroniki daim bizimlədir. Daimi bizimlədir. Biz daimi buna diqqət etməliyik. Biz daima buna diqqət etməsək, bu bizim həyat kalitemizi pozar. Ona görə də və yəni bu daim bizimlə olan və daim dəstəkləyici müalicələr tələb edən bir durumdur və nə yazıq ki, çoxu yəni %100 deyil, öz-özünə hamilə qalanlar da çoxdur, amma bir qismi də, böyük bir qismi də ekstrakorporal mayalanmaya başvururlar məcburən, çünki yumurtlamanın zamanı yoxdur onlarda. Məsələn, ildə 1 və ya 2 dəfə sadəcə yumurtlaya bilərlər ki, onu da tutmaq qeyri-mümkündür, yəni yaxalamaq çox-çox çətindir. Doktor, bəzən də belə inanılır ki, polikistozdan əziyyət çəkən qızlarımız ana olduqdan sonra bu problem həllini tapacaq. Bu nə dərəcədə doğrudur? Yox, elə deyil. Polikistozlu hamilələr, mən tanıyıram ki, polikistozu olan xəstələr öz-özünə hamilə qalıblar, uşaqları olub, amma ondan sonra yenə təkrar o düzənsizlik davam edib. Və hətta təkrar hamilə qaldıqları zaman o qədər düzənsiz menstruasiyaları var ki, heç xəbərlər belə olmayıb və artıq böyük həftələrdə öyrəniblər ki, səndə və hamiləlik var imiş və qorunmurmuşlar. Çünki düşünürdülər ki, zaten onsuz da hamilə qalmıram, onsuz da menstruasiyam da olmur, amma elə deyil. Yəni arada bir, ara sıra da olsa, nadirən də olsa yenə ovulyasiya olur və hamilə qalma ehtimalı var. Doktor, düzdür, bu tendensiya artıq yavaş-yavaş sönməyə doğru gedir. Söhbət bu analarımızın dediyi, xüsusən də yaşlı qadınların inandığı ailə qursun, hər şey düzələcək mövzusuna. Ailə qurduqdan sonra düzəlirmi problemlər, doktor? Nə əlaqəsi varmı?
Yəqin ki, burada analarımız hamiləliyi nəzərdə tutur ki, yəni ana olacaq, hər şey keçəcək, keçirmi? Yəni burada yəqin düşünürəm ki, sadəcə odaq fikir odağı dəyişdiyi üçün başqa bir şeylər düşünməyə başladığın üçün artıq özünə fikir vermirsən. Yox, yəni zarafat bir yana, yox, elə bir şey yoxdur təbii ki. Yəni ərə get düzələcək deyə, yəni polikistozda elə bir şey yoxdur. Yəni polikistoz ərə gedincə düzəlmir, uşaq olduqca düzəlmir. Yəni hər zaman daimi diqqət etmək lazımdır sadəcə, özəlliklə kiloya. Çünki bəzi qızlar var ki, hətta bunu da deyim sizə, bəzən elə xəstələr gəlir ki, mənim yanıma, düzdür, şey yoxdur, kilo alması, ajreniya, bu piylənməsi yoxdur. Body mass indeksi normaldır. Yəni kilo boy oranı normaldır. Amma öz çapında, yenə də məsələn soruşuram ki, məsələn deyir ki, son 6 ayda düzənsiz menstruasiyam var. Soruşuram ki, son 6 ayda kilo almısınızmı? Məsələn deyir ki, hə, 3 kilo almışam. Əslində bu elə çox bir kilo deyil və məsələn, bunu mən öz təcrübələrimdən danışıram bu arada. Yəni bu şey deyil. Mənim gördüklərimdən, müşahidə etdiklərimdən. Məsələn, mən deyirəm ki, get o 3 kilonu ver və həqiqətən də o 3 kilonu verdikdən sonra, yəni body mass index normal olsa belə, əslində kilolu olmasa belə qız o 3 kilonu verdikdən sonra təkrar normal menstruasiya görməyə başlayır. Mən bunu danışıram polikistozlu xəstələrdən. Yəni ki, o kilo məsələsi çox önəmlidir əslində. Doktor, el arasında daha bir inanılan mif, bilməm mif deyil ya həqiqətdir, bunu sizdən soruşacağam. Hamiləlik, uşaq dünyaya gətirmək qadın orqanizmini təmizləyir. Təmizlənirmi qadın orqanizmi? Hamiləlik çox mürəkkəb bir prosesdir və çünki düşünün ki, siz yeni bir həyat gətirirsiniz dünyaya. Yəni bu orqanizmi təmizləyə bilməz. Tam tərsi, uşaq, ana bətnindəki uşaq anadan alır bütün hər şeyini. Ona görə hamiləlik zamanı belə mən sizə yenə də biraz xalq dilində, lor dilində danışıram. Nə bilim, saçlar tökülür, dişlər tökülür və s. və bu dəstəkləyici müalicələr olmasa və hamilə qadın düzənli bəslənməsə, hamilə qadın üçün çətin olacaq. Bəzən hətta deyirlər ki, təzəliyir orqanizmi, cavanlaşdırır hamiləlik. Xeyr, əsla elə bir şey yoxdur. Tam tərsi yaşlandırır. Yox, yaşlandırmır da. Amma yenə də ehtiyatlarımızdan götürür. Ehtiyatlarımızdan götürür. Çünki uşaq hər şeyi sizdən götürür. Və siz sıfırdan öz ehtiyatlarınızın hesabına, öz orqanizmin ehtiyatlarınızın hesabına siz sıfırdan yeni bir orqanizm, yeni bir insan yaradırsınız, həyata gətirirsiniz ki, bu təbii ki də orqanizm üçün çox böyük bir stressdir. Yəni bu asan bir şey deyil. Doktor, yenə də bu hansısa universitetdə, hansısa alimlərin araşdırması nəticəsində belə bir nəticəyə gəliblər ki, hər doğum qadının ömründən 4 ilini kəsir. Tam il olaraq deyə bilməzdim, bilmirəm, amma əminəm ki, yəni kəsir də deməzdim, amma təsəvvür edin, 3 uşaq dünyaya gətirirsinizsə 12 iliniz getdimi? Yəni əməlli başlı insan stressə girir və övlad dünyaya gətirmək istəməz qadınlar. Yox, bilirsiniz necədir? Sadəcə hamiləlikdən sonra bir dönəm, yəni bir xəstənin, hamilənin, daha doğrusu zahının artıq toparlaması lazımdır, özünə diqqət etməsi lazımdır, vitaminlər içmək lazımdır. Yəni bunlar hamısı çox önəmlidir ki, qadın normal, təkrar hamiləlikdən öncəki belə deyim də versiyasına dönə bilsin. O əvvəlki vəziyyətinə qayıda bilsin. Doktor, bu təkrarlayan hamiləliklərdən də danışarıq. Bu həm ekstrakorporal mayalanmaya aid olsun, istər normal hamilə qalan xanımlarımıza aid olsun. Bundan da danışarıq, amma fasiləmizdən sonra qısa bir fasilə olacaq. Bugün mənim həm söhbətim Lalə Kazımovadır. Uzman cərrah mama ginekoloq doktorumuz, ekstrakorporal mayalanma üzrə mütəxəssis doktorumuz Türkiyədə Gülhanədə uzmanlıq təhsili aldıqdan sonra Qazi Universitetində ekstrakorporal mayalanma üzrə təhsilini davam etdirib, hal-hazırda da Qazi Universitetinin embriologiya üzrə doktorantura təhsilini davam edir. Və sözün əsl mənasında o doktor dediyimiz titullu insanlardandır artıq. Əlaqə saxlamaq istəyən dinləyicilərimiz 055 636 35 85 nömrəsini yığa bilərlər və bizim birbaşa dalğamıza sualınızı ünvanlamaq istəyirsiniz. Əziz xanımlar, bəylər, fərqi yoxdur. Siz də öz əzizlərinizlə bağlı suallarınızı səsləndirə bilərsiniz. 055 999 1055 ixtiyarınızdadır. Media Doktor davam edir. Media Doktoru dinləyirsiniz. Biz
Biz davam edirik. Media FM-in efirində Media Doktoru dinləyirsiniz. Sizinlə mənəm Sona Bunina. Yeni qoşulan dinləyicilərimizi salamlayıram. Yol gedən hər kəs uğurlu və sağ-salamat mənzil başına çatsın deyirəm. Bugün biz doktorumuzla birlikdə nədən danışırıq? Əslində doktorumuz dedi ki, həmişə xüsusi bir mövzu seçib danışırıq. Bugün belə etməyək. Oradan-buradan suallarla gedək. Bugün ən çox xanımlarımızı maraqlandıran, ətrafdan eşitdiyim, sualları narahat edən, daha doğrusu onları narahat edən suallar varsa, bax bu suallar üzərindən gedəcəm və doktorumuza həmin sualları ünvanlayıram. Siz də əgər sualınız varsa, bir narahatlığınız varsa, hamileliyin idarə olunması ilə bağlı, ekstrakorporal mayalama mütəxəssisinə ünvanlamaq istədiyiniz sual varsa, çətin hamiləlik varsa, ümumiyyətlə övlad sahibi ola bilmirsinizsə, kişi və qadın sonsuzluğu problemi ailənizdə varsa, biz sizi dinləyə bilərik. Doktorumuza müraciət etmək istəyənlər 055 636 35 85 nömrəsini yığa bilərlər. Dalğamızın nömrəsi 055 999 10 55-dir. Bugün biz Lalə Kəzimova ilə uzman cərrah mama ginekoloq doktorumuzla ekstrakorporal mayalama mütəxəssisi ilə birlikdə məhz xanımları narahat edən, sonsuzluqdan əziyyət çəkən, hamileliyi problemli olan, yəni istənilən sahə ilə bağlı çalışırıq sizin suallarınızı və sizi maraqlandıran mövzuları işıqlandıraq və sizin də sualınız olarsa biz cavablandıracağıq. Doktorumuz Türkiyədə Göyhanədə uzmanlıq təhsili alandan sonra Qazi Universitetində ekstrakorporal mayalama üzrə təhsil alıb. Hal-hazırda da Qazi Universitetində embriologiya üzrə doktorantura təhsilini davam etdirir. Doktor, mən istəyirəm, deyəsən reklam fasiləsindən sonra öncə də bir mövzumuz var idi, onda danışacaqdıq. Xatırlayım, soruşacağım onu da sizdən. Doktor, bir neçə dəfə təkrarlanan hamiləliklər, yəni, elə onu deyəcəkdim, təkrarlanan hamiləliklər. Adətən xanımlarımızı görürsünüz ki, övladlarına baxanda aralarında çox az fərqi var övladlarının. Bu dərəcə ard-arda hamiləliyə necə baxırsınız? Ümumiyyətlə, normal hamiləlik nə zaman, neçə müddət sonra təkrarlanmalıdır və ekstrakorporal mayalanmada bu təkrarlanma neçə müddətdən ola bilər? Belə deyim də, bunun konkret bir periodu yoxdur. Bunun konkret bir aralığı yoxdur. Əgər bu doğuşlar təbii doğuşlardırsa, keysəriyyə doğuşları deyilsə, keysəriyyə doğuşların arasında çünki 2 il ara olmalıdır. 2 il. 2 il. Amma təbii doğuşdursa, belə deyim də, nə zaman ki qadının təbii ki doğuşdan sonra, doğuşdan bir müddətdən sonra, bu zahlıq dövrü bitdikdən sonra bir xanımın küçük check-up keçirməsi, yəni məsləhətlidir, pis olmaz. Və qadının əgər bütün dəyərləri, bütün hər şeyi normaldırsa və psixoloji və fiziki durumu da buna imkan verirsə, yol verirsə, əslində çox böyük bir aran gözlənməsinin çox da bir anlamı yoxdur. Amma yox, ən idealı nədir doktor? Məsələn, bir mütəxəssis olaraq nə düşünürsünüz? Ən az nə qədər gözlənilə bilər ki, ikinci övladı artıq dünyaya gətirmək olar? Təbii doğuş soruşsanız, yəni heç olmasa 6 ay, heç olmasa. Amma idealda yəqin ki 1-2 il yenə də. Keysəriyyə net ən az 2 ildir. Çünki o çapığın tamamən sağalması ilə o qədər zamanı alır. Amma təbii doğuşu soruşsanız, yəni o da ortalama heç olmasa 6 ay 1 il. Bəzən çünki qadınlarımız, bəzən belə bir şey də var. Məsələn, qadınlar süd verir, elə bilirlər ki, süd qoruyur onları. Bəli, laktasiya dövrü elə bilirlər ki, hamiləlikdən qoruyur. Hətta düzənli menstruasiyada görmürlər, elə bilirlər ki, hamiləlik baş verməz. Amma elə deyil. Düzdür, prolaktin hormonu, bu bizim ana süd verən hormonumuzdur da, əsas süd verən hormonumuzdur prolaktin. Düzdür, o ovulyasiyanı, yumurtlamanı pozur, amma bəzən də tam poza bilmir. Məsələn, qadın aybaşı görmədən də ovulyasiyası, yumurtlaması ola bilər və o arada da qadın elə bilir ki, hamilə qalması imkansızdır, amma halbuki hamilə qalır. Ona görə də çox vaxt elə gəlirlər. Məsələn, əmzirdiyi zamanda gəl ki, mən təkrar hamiləyəm, heç xəbərim yoxdur. Çox elə də məsələn bəzi qadınlarımız amma çox bilinçlilər. Məsələn, zahlıq bitdikdən sonra 40-cı gündə gəlir ki, "Vəsə doktor, mənə bir metod seçin. Mən təkrar bu dəqiqə hamiləlik planlaşdırmıram." Və biz ona bir kontrasepsiya metodu seçirik və ondan sonra da artıq nə zamana təkrar hamiləliyini planlaşdırarsa, o zaman artıq
normal, yəni bu kontrasepsiya metodunu durdururuq. Doktor, kontraseptivlər demişkən, dərman kontraseptivlər barəsində sizdən soruşmaq istəyirəm. Çünki həmin dərmanlarla bağlı o qədər müsbət və mənfi yanaşmalar var ki, ona görə insanlar belə deyir, çaxnaşmada qalır. İçsənmi, içməsənmi, içsən bir bəla, içməsən başqa bir. Bir mütəxəssis olaraq bunu sizdən öyrənmək istəyirəm. Həmin həblərin bir təhlükəsi varmı qadın orqanizmi üçün? Həmin həblərin əgər qadının daha öncə, indi mən sizə sayacağam nə zaman bu təhlükə ola bilər. Əgər qadının daha öncə keçirilmiş hər hansısa bir trombla bağlı, yəni tromb atma ilə bağlı, qan laxtalanması ilə bağlı bir xəstəliyi olubsa, bu damarlarda tromboflebit ola bilər. Bəzən elə olur ki, damarlarda iltihab içində də tromb olur. Bu ola bilər. Bu infarkt ola bilər. Bu ondan sonra bəzən deyirlər tromb atdı harasa. Tromb bir yerimə tromb, məsələn qoluma tromb atdı. Bu düzdür, nadirən olur, amma bəzən ola da bilər. Gənc qızlarda belə bu ola bilər. Ondan sonra auralı miqren. Auralı miqren nədir? Biri var adi miqren, prosto başımın bir yarısı ağrır. Biri də var ki, bu miqren başlamadan öncə gözünün önündə işıqlar yanır. Ondan sonra bu müəyyən əlamətlər olur ki, miqren başlayacaq. Auralı miqren deyirlər buna. Bu əgər varsa, ondan sonra düzdür bizdə bu çox, bizim kulturada bu çox yoxdur, amma siqaret çəkirsə, ondan sonra yəni özəlliklə bunlar varsa, o zaman hormonal kontraseptivlər çox da məsləhətli deyil. Bundan başqa süd vəznində problemi varsa, problemi dediyimiz, yəni ciddi problemlərdən, adi bəsit kistlərdən söhbət getmir. Məsələn, təqibli bir kitləsi var. O zaman da önərmirik əslində, yəni önərmirik, daha doğrusu önəririk də daha diqqətli yanaşırıq, belə deyim, onların istifadəsində də. Bu zaman, istifadəsi çox da məsləhətli deyil. Amma məsələn, çox qadınlarımız da istifadə edirlər düzənli bir şəkildə. Belə bir şey də var ki, siz bunu istifadə etdiyiniz zaman, doğum kontrol əpini, siz buna ara verməlisiniz. Məsələn, heç olmasa bizə deyirdilər ki, Türkiyədəki hocalarımız deyir ki, heç olmasa 6 ayda biraz ara versin xəstə. Belə, amma yenə də o ara verdiyi müddətdə nə istifadə eləyəcək doktor? Çünki yenə hamiləyə qalma potensialı artır. Bariyer metodları, yəni bu kondom ola bilər və s. Ona görə də yəni istifadə etməsi, bəli, əslində gözəldir, rahatdır. Siz həm menstruasiyası, qadının menstruasiyası düzənə düşür bu hormonal tabletkalar istifadə etdiyi zaman. Ondan sonra aybaşı zamanı əgər sancılar varsa, o sancıları keçirdir. Avantajları da var. Bəli, avantajları da var, amma dezavantajlar deməyək də sadəcə diqqətli olmaq lazımdır istifadə edəndə. Kimə yazıldığı həkim tərəfindən təyin olmalıdır. Öncədən mütləq, məsələn, həkimə getdiyiniz zaman mütləq bütün xəstəliklərinizi, bütün içdiyiniz dərmanları ki, o bizim xəstələrdə var, bəzən xəstəliklərini demirlər. Həkimə gəlirlər, amma xəstəliklərini demirlər, dərmanlarını demirlər. Yəni, bunlarda çox ciddi və diqqətli olmaq lazımdır. Bu da bizim bir mənfi tərəflərimizdən biridir. Çünki niyəsə doktora bir münəccim gözü ilə baxırıq. Halbuki belə deyil. Doktor elm adamıdır, elm üzərindən hərəkət eləyir. Siz nə qədər öz orqanizminiz barəsində doktora çoxlu məlumat verərsinizsə, bu o qədər yaxşıdır. O qədər həkimin işini asanlaşdıracaq və sizin də işinizi asanlaşdıracaq. Bu münəccimlik sənəti deyil ki, deyəsiz ki, ay doktor, baxın görün ulduzlar mənə nə deyir. Bu deyil axı. Ona görə həkimə gedəndə hətta sizi inandırım ki, bəzi insanlar, bu çox gözəl bir yanaşmadır, müəyyən şeyləri unutmasınlar deyə vərəqə yazırlar. Çox gözəldir. Bəli, bunu doktora deyəcəm ki, doktor, məndə bu hallarda baş verir, bu narahatlıq var, bu şikayət var, bu dərmanı içirəm, bu müalicəni almışam və s. Ona görə də həkimə gedəndə maksimum dərəcədə məlumat verin ki, siz nə qədər, ola bilər bu sizin üçün xırda bir məsələ görünür, amma bu doktor üçün böyük bir informasiya daşıyır. Doktor bilir ki, hardan yanaşacaq, bəlkə bir müayinə metodunu ona görə sizi azaldacaq ki, məsələn, buna ehtiyac yoxdur. Ya da əlavə bir müayinə metoduna daha detallı araşdırmağa ehtiyac var və s. Ona görə və ən əsası bizim həkimlərimizlə pasientlər arasında narazılığa səbəb olan məqamlardan biri həkimə tələsə getmək. Nahar fasiləsində getmək, işdən icazə alıb gəlmək, bunu qətiyyən belə eləməyin. Əgər həkimə gedəcəksinizsə arxayın gedin, rahat gedin, fikriniz işdə qalmasın. Çünki siz bir mütəxəssisin yanına getmisiniz, o sizə səbirlə yanaşacaq, sizi dinləyəcək, sizə sual verəcək. Yəni
əməlli başlı bu bir zamanınızı alacaq. Bəlkə də bir müayinə keçəcəksiniz. O demək deyil ki, bir gedəcəm doktor mənə bir tablet deyəcək, qaçıb gələcəm. Belə deyil axı. Düzdür. Ona görə həkimə gedəndə də çox səbirli, asta və rahat gedin ki, qaça-qaça düşməyəsiniz. O işdən icazə alıb işə qayıtmalıyam. Nə doktoru dinləyirsiniz, nə doktorun dediyini eşidirsiniz, nə öz şikayətlərinizi deyə bilərsiniz. Həqiqətən bu ciddi bir problemdir və həkimlərimizdən bunu dəfələrlə eşidirəm. Hətta o həkimlərin qəbulunda o narazılıqları da özümüz görürük. Yəni bu ölkədə yaşayırıq, hər şeyə şahid oluruq. Ona görə həkimə gedəndə qaçmayın və tələsməyin. Doktor, bu kontraseptiv həblər belə oral qəbul etdiyimiz və dəri altına yerləşdirilənlər hər biri eynidirmi, yoxsa onlar fərqlidir? Fərqlidir. Yəni, onlar fərqlidir. Oral qəbul əslində oral qəbul etdiyimiz də fərqlilər var. Yəni bizim bilirsiniz ki, qadın orqanizminin 2 ana hormonu var. Biri estrogen, biri progesteron. Bəli. Progesteron belə deyim də hamiləlik hormonudur, amma eyni zamanda da yəni progesteron verdiyimiz zaman, yəni bu tabletkalarda istər olsun, istər dərialtı implantlarda zaten progesteron tərkiblidir onlar. Bəzən dərmanlı spiral deyilir, o da əslində progesteron tərkiblidir. O həm də eyni zamanda hamilə qalmağa da qoymur. Yəni bunun bəlli bir mexanizmləri var. İçdiyimiz tabletkalar bəzilərinin içində həm estrogen, həm progesteron var. Bizim klassik bildiyimiz oral kontraseptivlər. Bəzilərinin içində də daha çox progesteron, yəni sadəcə progesteron var. Bizim yəni bizdə adətən içilən həm estrogen, həm progesteron olanlardır. Estrogen zaten az olur içində, miqdarən daha çox progesteron olur və dərialtı implantların içində də eyni şəkildə dediyim kimi progesteron olur. Yəni hansı Doktor, bayaq həmin o həb kontraseptivlər barəsində dediklərimizin hər biri dəri altına yerləşdirilənlərə də aiddirmi? Onlar başqadır. Aid deyil. Və onlar sadəcə progesteron dediklərimə də aid deyil. Onlar aiddir bizim klassik içdiyimiz, istifadə elədiyimiz, xəstələrin istifadə elədiyi estrogen plus progesteron olanlara. Doğum kontrol, nömrəli tabletkalar. O nömrəli tabletkalar, bütün dediyim əslində o yan etkilər, əslində o çoxu estrogenin yan etkisidir. O həblərin içində olan estrogenin. Bir də bu tablet nömrəli həblərlə mən xanımların dəfələrlə çox belə, necə deyim, laqeyd davrandığının şahid olmuşam həyatda. Birincisi, doktor sizə nömrəli dərman yazıbsa, onu ardıcıl olaraq birdən başlayaraq sonuncu tabletə qədər içəcəksiniz. İkincisi, unutmayacaqsınız. Yəni dərman içməyə qarşı bir probleminiz varsa, ciddi olaraq unutqansınızsa ya da ki, bilmirəm, yəni dərman qəbul etməyə qarşı bir negativiniz varsa, aqressiyanız varsa, çox yaxşı olar ki, o dərmanları ümumiyyətlə həkimdən xahiş eləməyin. Çünki onlar ciddi, ardıcıl olaraq mütləq izləniləcək. Və günün eyni saatında. Bəli, günün eyni saatında içiləcək dərmanlardır. Bu, əziz xanımlar, həmin dərmanlara qarşı çox laqeyd davranırsınız. Mən sadəcə həmin anda düşünürəm ki, insan öz orqanizmi ilə oyun oynayır. Çünki bu hormondur. Əlbəttə və bütün siklı pozur. Bəzən bir neçə gülməli şey danışım sizə, xəstə gəlir. Bəs siz mənə bu dərmanı yazmışdınız, amma mən hamilə qaldım. Nəyə görə? Biz də oturub fikirləşirik ki, nəyə görə? Düzdür, yenə də tabletkanı içə-içə də hamilə qalma ehtimalı ilk ayda özəlliklə, ilk istifadə ayında ehtimal var. Amma yenə də bu ehtimal o qədər də yüksək deyil. Otururuq, fikirləşir. Ən son ağlımıza gəldi ki, bəs soruşur ki, bəs siz necə içirsiniz ki bu tabletkanı? Sonra öyrəndik ki, akası həftədə bir dəfə içirmiş. Belə yadından düşənə. O zaman üzərində niyə rəqəmlər var? Yəni bunu farmasevtik şirkət niyə rəqəmləyib axı? Üstündə rəqəmlər olmazdı o zaman. Siz orada çox diqqətli olun. Əziz xanımlar, nömrəli dərmanlar içirsinizsə, bəzən hətta onu yarımçıq saxlayan, içmirəm deyən, yəni çünki bu hormondur. Və belə deyək də, onu necə izah edeyim ki, xanımlar onun təhlükəsini anlasınlar. Sanki bir vulkan partlayışı olacaq. Siz vulkanı qurdalayırsınız. Yəni vaxtından əvvəl partlasın istəyirsiniz. Ya da bilmirəm, yəni kənarlardan partlasın istəyirsiniz. Bir təhlükə yaradırsınız əlavə. Baxın, ona bənzər bir şeydir. Çünki bizim bütün orqanizmimizi idarə edən hormonlarımızdır. Elə bilin ki, oynayırsınız. Yəni onlara laqeyd yanaşırsınız. Əşli, sən necə istəyirsən, işdə qəribə bir yanaşmadır bu. Həmin dərmanlara qarşı çox diqqətli olun, əziz xanımlar. Qız övladlarına da yazılan zaman qızlarınıza bunu izah eləyin, əziz analar. Həmin dərmanlar çox ehtiyatla, diqqətli, ardıcıl və günün eyni saatında içilməlidir. Hətta onun içlik vərəqəsi ilə tanış olsaz, orada
burada yazılır ki, əgər unutmusunuzsa dərhal həkiminizə məlumat verin, əlavə qanamalar varsa həkimə məlumat verin. Yəni ehtiyac olmasaydı farmasevtik şirkət bu ciddi təlimatları sizin üçün yazmazdı. Əlbəttə. Buna diqqət edək. Dərman içərkən bunun bizdə hər olduğunu unutmayaq. Əlbəttə. Və ehtiyatlı davranaq. Bugün mənim həmsöhbətim Lalə Kəzmova, uzman cərrah mama ginekoloq doktorumuz, ekstrakorporal mayalanma üzrə mütəxəssis, doktorla əlaqə saxlamaq istəyən hər kəs kimliyindən asılı olmayaraq 055 636 35 85-i yığa bilər. Bir daha xatırladım, 055 636 35 85. Bəzən mənə irad tutursunuz ki, tez deyirsən nömrəni, biz eşitmirik. 2 dəfə səsləndirdim. Doktorumuz Türkiyədə Gülhanədə uzmanlıq təhsili aldıqdan sonra Qazi Universitetində ekstrakorporal mayalanma üzrə təhsilini davam etdirib, hal-hazırda isə doktorantura təhsilini də elə Qazi Universitetində embriologiya üzrə alır və bəzən axtarırsınız, deyirsiniz yaxşı həkimdir. Xüsusən də mənə daha çox dost, tanış, bilən, hər kəs mənə yığır ki, Sona yaxşı həkimdir. Bax, elə radiodan deyirəm sizə, yaxşı həkim bugün studiyamızdadır. Əgər müraciət etmək istəyirsinizsə, əziz xanımlar, sonsuzluqla bağlı, hamiləliyin idarə olunması ilə bağlı, problemli hamiləliklər, bəzən o çətin hamiləliklər olur və s. məsləhət almaq istəyirsiniz. Çünki bəzən elə olur ki, daha dərin bilgiləri olan həkimlərə, daha detallı bilgilər olan həkimlərə ehtiyacı olur. Bugün studiyamızdakı xanım doktorumuz həmin mütəxəssislərdən də odur ki, rahat müraciət edə bilərsiniz. Doktor, mən istəyirəm belə deyək, ekstrakorporal mayalanma ərəfəsində bir neçə dəfə təkrarlanıb alınmayan hamiləliklərdən də danışaq. Çünki həmişə vəziyyət, nəticə ürək açan olmur axı. Ürək açan olmayan məqamlar da olur ki, hətta mən məsələn dəfələrlə bunu təkrarlayıb nəticə almayan ailələr tanıyıram. Bu niyə olur doktor? Səbəbi nə olur? Bilirsiniz necədir? Bəzən bunun altda yatan səbəbi çox bəsit bir şey ola bilər. Çox bəsit bir o deyirlər iltihab. Məndə iltihab var, məndə infeksiya var. Əslində çox şiddətli bir belə deyim də ciddi bir simptom da verməyə bilər, amma uşaqlıq divarını, yəni çox milimetrik belə olsa, cüzi belə olsa, orada endometrit dediyimiz bir durum yarada bilər bu iltihab. İltihabi proses və çox yaradır. bəsit bir müalicə ilə, çox bəsit bir antibiotik müalicəsi ilə və bu endometrit qoymur ki, embrion getsin ora yapışsın. Və çox bəsit bir antibiotik müalicəsi ilə biz onu aradan qaldıra bilirik. Bəzən nə ola bilər? Autoimmun səbəblər, yəni özəlliklə bizdə bu Hashimoto, zob, tənbəl zob çox yaygındır. Bu nədir? Yəni loru dilində yenə desək, sizin öz orqanizminiz, sizin öz zob hüceyrələrini məhv eləyir. Amma bu orqanizmdəki olan o hüceyrələr, antisellər deyirlər buna, antikorlar. Bunlar əslində sadəcə zobu deyil də, amma bütün orqanları az və ya çox bir şəkildə bir etki edə bilər. Və bu bir hissəsi endometriumada, bu uşaqlığın iç təbəqəsinə də hardasa bir toxuna bilər. O zaman nə edirik? Yenə də bəzi dərmanlar var, yəni bəlli bir steroid dediyimiz dərmanlar var, küçük bir dozada, onları verib bu embrion köçürülməsi ilə eyni zamanda hamiləliyin tutunmasına biz yardımcı ola bilərik. Bəzən isə nə yazıq ki, düzdür, bizim tip inkişaf edib və inkişaf etməyə də davam eləyir. Bəzən isə yəni açıqlanmayan, sonuç olaraq açıqlanmayan sonsuzluq və təkrarlayan implantasiya başarısızlığı deyə bir şey var. Yəni təkrarlayan implantasiya Bu zaman biz idiopatik mi deyirik, yoxsa? Yəni idiopatik, yəni tibdə belə bir şey var ki, yəni tibdə belə bir şey var ki, səbəbini açıqlaya bilmədiyimiz zaman idiopatik deyilir. Yəni bu da elə əslən gerçəkdən də elədir. Bu zaman nədir? Yenə də araşdırılır. Yəni həkim pes etmir, xəstə də pes etməməlidir. Yenə də təkrar uşaqlığın iç divarına, yəni diaqnostik bir kamera ilə baxılır ki, bəlkə gözdən qaçan nəsə bir şey olur. Yəni belə deyim də, əgər tutmursa nədənsə hamiləlik, təkrar başa dönürük. Yəni təkrar başa dönürük, təkrar hər şeyi gözdən keçirdirik. Bir yerdəmi nəsə bəlkə gözdənmi qaçmış ola bilər, bəlkə nəyisə bunu da yoxlayaq, onu da edək. Və yeniliklər də, yəni hər zaman yeniliklər də olur. Yəni uşaqlıq divarına
belirli bir şeyler var ki onları dəstəkləyici bəzi şeylər var. PRP dediyimiz, məsələn, xəstənin öz qanından plazması sentrifuqadan keçirilir və uşaqlıq divarına vurulur. Yəni dəstəkləyici müalicələrdir əslində bunlar. Ondan sonra, yəni bəzi bunun kimi, buna bənzər dəstəkləyici müalicələr var ki, xəstələrdə pozitiv bir sonuca yəni yardımcı ola bilər. Yəni hamiləliyə gətirib çıxarda bilər. Aydındır. Doktor, keçən efirimizdə idi, səhv etmirəmsə, efirimizdən dərhal sonra hocanızın konfransına qatıldınız. Bəli, bəli. Nə yeniliklər var? Orada daha çox uşaqlıq divarının, uşaqlıq anomaliyalarından hocamız biraz bizə bəhs etdi. Mənim Qazidəki hocam. Onlardan biraz bəhs etdi, öz təcrübələrindən bölüşdü. Bundan sonra genel olaraq, ümumi olaraq danışdı, etdi. Yəni təbii ki, maraqlıdır və hər zaman da yenilikləri eşitmək, görmək, yəni hər zaman bilgi, yeni bilgi almaq, yəni bu hər zaman bir həkim üçün məncə önəmlidir. Ümumiyyətlə son dövrlər tibb sahəsinə baxsaq ən sürətli inkişaf edən sahələrdən biridir. Ginekologiya, embriologiya, genetika və ən sevdiyim elmlərdir. Xüsusən də genetikanın inkişaf etməsi əslində tibbə çox böyük avantaj qatdı. Bir çox xəstəlikləri öncədən bilə bilir bugün tibb. Eyni zamanda elə sonsuzluqda da və eyni zamanda bugün ekstrakorporal maylanma mütəxəssisləri ona görə həm də xoşbəxtdir ki, əllərində olan bu genetik araşdırmalarla onlar ailələrə daha sağlam övladlar bəxş eləyə bilirlər. Məsələn, genetikasında hər hansı irsi xəstəlikləri olanlar, xəstə övladı doğulub bir neçə dəfə xəstə övladı doğulan ailələr, hətta ümumiyyətlə doğula bilməyən uşaqlar ki, bunun müsibətini, mən buna müsibət deyəcəm, çünki bunun həyatda şahidi olmuşam, belə ailələri görmüşəm, 10 hamiləlik, 15 hamiləlik, yəni bu dildə asandır. Yox, əlbəttə. Yəni bu dildə 10 rəqəmini deyirik, 9 rəqəmini deyirik. Bunların hər birini ailələrdə fərdi olaraq görmüşəm və o qadınların necə əsəbinin pozulduğunu görmüşəm. Əlbəttə. Onlara necə psixoloji bunun pis təsir elədiyini görmüşəm. Çünki ana olmaq istəyir və baxmayaraq ki, bu saysız sayda az qala dəfələrlə təkrarlanır. Mən buna saysız say deyirəm, çünki elədir. 15 hamiləlik nə deməkdir? Yox, həqiqətən elədir. Və bunların heç birinin alınmaması. Görün bu qadın üçün, həmin ailə üçün, o cütlük üçün nə qədər belə deyək, psixoloji çətindir. Xəyal qırıqlığı. Yəni dəfələrlə bir ümiddir. Əlbəttə. Yəni yeni bir ümiddir ki, bu dəfə başqa cür olacaq. Və düzdür, mən burada ataları da, bəylərimizi də yaxşı başa düşürəm ki, onlar da ata tərəfidir, onlar da istəyir övladı olsun, amma burada mən düşünürəm ki, qadın daha çox əziyyət çəkir. Əlbəttə. Çünki o hər zaman qalxan və öz həddinə gəlib çata bilməyən hormonlar, yarımçıq qalan hormonlar, bunu həkimlərimiz daha yaxşı bilirlər ki, həmin anda qadının orqanizmində nələr baş verir, bədən, orqanizm ana olmağa hazırlaşır, həm fizioloji, həm psixoloji və bunun birdən-bir spontan kəsilməsi, ortada kəsilməsi və təsəvvür edirsinizmi bu qadınlara necə böyük bir problem yaradır. Həm fiziki problem yaradır, hormonları yarıda kəsilir, əsəbləri pozulur, canı ağrıyır. Əlbəttə. Hamiləlik yarıda kəsilir. Çünki bu adətən bu keysəriyyə əməliyyatlarına getməli olur həmin qadınlar ki, uşaq götürülsün. Çünki artıq ölüm baş verir. Və ya süni doğuş ki, ya o da da süni, çox bəli, bu da qadına böyük bir travmadır. Əlbəttə. Və bilir ki, bu doğuşun nəticəsində o övladını qucağına almayacaq. Bəli. Təsəvvür edirsinizmi bu nədir? Yəni onun can ağrısı ona bir övlad bəxş eləməyəcək. Adətən qadınlarımızın sevə-sevə doğuşa getmələrinin səbəbi nədir? Onlar qucağına bir körpə alacaq. Bəli. İnanın onu sevə-sevə daşıyırlar. O ağrını da, hətta o ağrıya baxmayaraq həkimlərlə gülə-gülə danışırlar. Çünki bilirlər ki, bu bir neçə saat uzaqbaşı baş verəcək və onlar qucağına körpə alacaqlar. Ona görə də bütün arzusunda olan xanımlarımıza övlad sahibi olmaq arzulayıram. Oğul və qız olmasından asılı olmayaraq hər zaman Allahdan xeyirli və eyni zamanda sağlam övlad istəyin. Ən gözəli budur. Xeyirli və sağlam övladın dünyaya gəlməsi. Oğlan olsun, qız olsun heç bir fərqi yoxdur. Övlad payı hər ailəyə nəsib olsun. Əlbəttə. Valla inanın, ailələr tanıyıram ki, uzun illər bir uşağın dünyaya gəlməsi üçün nə qədər əziyyət çəkirlər. Nənə, baba, hər kəs qoşulur yəni bu prosesə və hamı o körpə səsini gözləyir evdən. Doktor, bugün belə deyək, xanımları görürsüz. Həm ekstrakorporal maylanmaya gələn, həm normal doğuşdan gələn xanımları görürsüz. Bugün o hamiləlik prosesi rahatmı keçir? Yoxsa qadınlarımız daha çox belə deyək, çətin hamiləlik dönəmimi yaşayır?
Belə deyim də, o əslində biraz yaşla əlaqəli olan bir şeydir. Aha. Biraz neçənci hamiləlik olduğuna bağlı bir şeydir ki, məsələn... Doktor, neçənci olmasının nə əlaqəsi var Belə məsələn? deyim sizə, məsələn 40 yaşında biri var, sən ilk dəfə hamilə qalan bir qadın və 40 yaşında 3-cü hamiləliyi olan qadın. Aha, daha fərqli yanaşmadır. Bəli, daha fərqli orqanizmlə daha fərqli daşıyır bu hamiləlikləri. Hansı daha çətindir? 40 yaşında birinci dəfə hamilə qalan. Aha, o daha O çətindir. adətən daha çətin olur. Və ya ikiz hamiləlikdirmi və ya təkil hamiləlikdirmi? Tək hamiləlik daha asan, daha rahat keçir. İkizlərdə nə çətinlik var? İkizlərdə daha çətindir. Daha preeklamsiya dediyimiz bu yüksək təzyiqlə gedən və zülaldan, sidikdən, bu böyrəklərdən zülal itirdiyi bir durumdur. Yəni riskli bir durumdur. Preeklamsiya riski daha yüksəkdir. Yaş artdıqca da preeklamsiya riski daha yüksəkdir. Ondan sonra xəstənin bazal şeyləri də önəmlidir. Bazal belə deyim də, bazal göstəricilər də önəmlidir. Məsələn, bir Nə dərəcədə sağlam bir qadındır? Əlbəttə, nə dərəcədə sağlam bir qadın. Biri var ki, məsələn, gəlir xəstənin zaten ən başdan təzyiqi var, şəkəri var və ya məsələn qanı çox aşağıdır. Və bu cür xroniki bir xəstəlikləri var və ya nevroloji bir xəstəliyi var və ya hər hansısa bir şey, yəni revmatolojik bir şey var. Onun üzərindən gəlir, hamilə qalır və ya ürəklə bağlı problemi var. Biri də var ki, bunların heç biri yoxdur. Məsələn, sağlam bir qadın, təbii ki, %100 sağlam deyil də, praktiki sağlam bir qadın gəlir, hamilə qalır. Təbii ki də onun hamiləliyi tamamilə fərqli keçəcək. Və bir şey də deyim sizə, bu çox maraqlı bir şeydir. Bu yenə də mənim müşahidələrimdir. Qadının özünün o ruh halı, nastroy çox önəmlidir. Çox önəmli. Mənim çox ağır xəstələrim olub. Hansı ki, belə deyim də, mən bəlkə bir həkim olaraq özüm bəlkə də bəlkə çox da ümidli olmamışam. Yəni, nə yalan söyləyim. Amma o qadınların ümidi, həyata belə deyim də tutunması, bağlanması, не только tutunması, 4 əl yapışması, не только pozitivliyi, müsbət yanaşması, müsbət yanaşması. Məsələn, mənim bir xəstəm var idi, 40 neçə yaşındaydı, ekoydu, yəni ekstrakorporal mayalanmaydı və çox ciddi ikiz idi və çox ciddi bir plasenta anomaliyası vardı xəstənin. Yəni cift gedib yapışmışdı uşaqlığın içinə, divarına keçmişdi, hardasa praktiki orqanlara da keçmişdi. Yəni ciddi bir durumdu bu. Və bu qadının pozitivliyi, biz hələ də o qadınla danışırıq. Bu arada hər şey yaxşıdır, uşaqları uca böyüyür, uşaqlığı da qorundu, heç bir şey olmadı, yəni hər şey yolundadır. Amma o qadının pozitiv, mən hər gün gəlirdim ona baxırdım, deyirdim ki, deyirdi ki, ay doktor, mən bilirəm ki, hər şey yaxşı olacaq. Mən də öz-özümü belə fikirləşdim ki, mən özüm bilmirəm necə olacaq, siz necə bundan əmin ola bilərsiniz. Və həqiqətən də bu hər şey yaxşı olacaq, hər şey yaxşı olacaq deyə, həqiqətən də hər şey çox gözəl oldu. Həkimlərimizin dəfələrlə dilindən eşitdiyim məsələdir. Bu ki, ruh halı istənilən məsələdə. Ruh halı insanın çox önəmlidir. Yəni sən hadisəyə necə yanaşırsan, necə don geyindirirsən, nəticəsi də xəstələr də gəlir ki, vəci hər şey normal, amma gəlir, ay ondan narazıdır, bundan narazıdır, o xoşuna gəlmir, bu xoşuna gəlmir. Bu yəni hiss edirsən ki, onun o ruh halı o deyil də. Həqiqətən də hər şey, düz şeydən belə elə bir yəni bəsit bir şeydən problemin olmayacaq bir yerdən problem çıxır. Çox qəribə bir şeydir əslində. Media Doktor, sağlığın varlığındır. Media Doktoru dinləyirsiniz. Proqramımızın yekunlaşmağına çox az qalır. Sizinlə mənəm Sona Bunina və mənim həmsöhbətim Layla Kazımovadır. Uzman cərrah, mama ginekoloq doktorumuz, ekstrakorporal mayalanma üzrə mütəxəssis. Müraciət etmək istəyənlər 055 636 35 85 nömrəsini yığa bilərlər və çox zaman doktorlarımızla bağlı suallar verirsiniz, mövzularımızla bağlı soruşursunuz. Ola bilər ki, efirdə dinləmək şansınız olmadı və qaçırdınız və s. Biz YouTube-da tam olaraq verilişlərimizin versiyasına yerləşdiririk və oradan izləyə bilərsiniz. Nə qədər verilişlərimiz efirə gedibsə, hər birini Media FM saytında, bu arada canlı da yayımlanırıq saytımızda hər dəfə, hər efirimizdə və YouTube səhifəsindən də Media FM-in izləyə bilərsiniz. Bu da diqqətinizdə olsun, bizi dinləyənlərə çatdırmış olun. Danışdığımız məsələ isə bugün müxtəlif sahələrə toxunuruq. Doktorumuz dedi ki, bugün konkret bir mövzu götürməyək. Elə dinləyicilərimizin də sualları varsa 055 999 1055-ə ünvanlaya bilərlər və
adətən insanlar müxtəlif sahələrdən suallar ünvanlayırlar. Elə ətrafda gördüyüm, eşitdiyim, eyni zamanda mənim özümə də ünvanlanan bir çox sualları bugün studiyada doktorumuza ünvanladım ki, cavablasın və həmin insanlar da eşitsinlər narahat olduqları məqamlarla bağlı sualları. Doktor, bir də xanımlarımızın ən çox narahat olduğu məqamlardan biri bayaq bizim o danışdığımız keysəriyyə əməliyyatlarından sonra növbəti hamiləliklərinin olmasıdır. Bəzi xanımlarımız dediyiniz kimi çox pozitiv yanaşıb bu halı rahat keçirdiyi halda bəzi xanımlarımız çox titiz yanaşır. Yox, mən əməliyyatla hamilə olmuşam, daha doğrusu hamiləliyi yekunlaşdırmışam və növbəti hamiləliyə sözün əsl mənasında qorxur. Hətta 5 il, 7 il, 9 il, 11 il, hətta fasilə verən xanımlar tanıyıram ki, çox qorxurlar ki, yəni orada məndə tikiş var, nə baş verə bilər. Bu qədər qorxmağa ehtiyac varmı doktor? Yox. O toxuma ilə bağlı bu qədər ciddi məsələ varmı? Yəni belə deyim, 5 il, 7 il gözləyəcək qədər məsələ yoxdur. Amma 2 il bəzən gözləyə bilmir bizim xanımlarımız. Heç olmasa bir il gözləmək lazımdır. Çünki dediyim kimi bir sürü xəstə də var, çox xəstə də var ki, heç o bir il də gözləmir. Hətta yəni hardasa heç 2-3 ay heç gözləmirlər. Yəni təkrar hamilə olaraq gəlirlər. Yenə də bir şey olmur. Yəni mən sizə yenə də öz təcrübəmdən deyim ki, mən elə çox düzdür, hamiləlik çətin keçir. Çünki orada o kəsik yerində incəlmə gedə bilər, ağrılar ola bilər. Yəni sonuç olaraq riskli bir hamiləlikdir. Amma yenə də o riskli hamiləlikləri də biz yenə də sağ-salamat başa çatdıra bilirik. Prosta hamiləlik dönəmi bu səfər çox çətin olur. Çünki sürəkli o çapıqda ağrılar olur, incəlmə gedir, yataq rejimi lazım olur bəzən, dərman dəstəyi lazım olur. Yəni sonuç olaraq riskli bir 9 ay keçirdiniz. Bəzi qadınlar isə məcburən daha erkən alırıq. Amma o risklərə girməyə gərək yoxdur. Yəni özünü də uşağını da o qədər riskə atmağa gərək yoxdur. Ona görə də idealı nədirsə onu deyək. Yəni 2 il deyir kitablar, bütün məqalələr və s. araşdırmalar. Ona görə də 2 il gözləmək məsləhətlidir. Amma oturub da 5 il, 7 il, 8 il, 9 il gözləməyə gərək yoxdur. Çünki yəni sonuçta oradakı o çapıq toxuması zaten 2 ilə tamamən sağalır. 1 ilə də sağalır, amma 2 il biz ekstradan bir ildə daha da yaxşı sağalsın deyə yenə də bir önəririk. Yəni önərilir. Bayaq doktor əkiz hamiləlik dediniz, gözümün qabağına qara dərili 9 uşaq dünyaya gətirən qadın gəldi. İnanın Allah, onu heç bir formada təsəvvür eləyə bilmirəm ki, qadın o hamiləliyi necə daşıyıb, 9 ayına necə gətirib çatdırıb. Bildiyim qədərilə 9 ay tam yekunlaşmayıb, bəli, tez bitib. Bildiyim qədərilə hamiləlik tez, çünki 9 aya qədər və 9 uşaq təsəvvür eləyirsinizmi? Əkiz deyəndə qadınlar dəli olur ki, necə baxacam. 9 uşağı dünyaya gətirmək və ona baxmaq, yəni doktor, ümumiyyətlə bu anomaliyadır mı? Necə baş verə bilər? Yəni bir qadının bətnində 9 uşaq dünyaya gəlsin. Yəni düşünürəm ki, bu sadəcə və sadəcə ekstrakorporal mayalanma ilə mümkündür zaten. Yəni çünki biz canlılarda, yəni çünki çox təsadüf halda görünən bir vəziyyətdir bu. Hər deyən qadınlarda ikiz belə bildiyim qədərilə irsiyyətdə varsa olur. İrsiyyətdə varsa 300 heç yəni təsadüf hallarda heç qarşıma çıxmayıb. Ancaq ekstrakorporal mayalanma ilə çıxıb gördüklərim. Yəni 9 zaten mümkün deyil yəni. Doktor, məsələn bir qadın 300 istəsə bunu siz razılıq verirsinizmi? Yəni çox risklidir. Çox risklidir. İkiz belə risklidir. 300 düşünün ki, o riskləri yenə 3-ə qatlayırsınız. O dediyim preeklamsiya riski, yüksək təzyiq riski, ondan sonra erkən doğum təhdidi, erkən doğum riski yüksəkdir və s. bir sürü riskləri var. Heç o işlərə, heç o toplara girməyə önərmirəm. Doktor, eko kimlər üçün çıxış yoludur? Hansı xəstəliyi olan qadınlar ekoya gedə bilər və ya getməlidir? Öncəki hamiləliklərində, öncəki uşağında, öncəki hamiləliyində nəsə genetik bir xəstəlik varsa və ya yoldaşı ilə özünün bir şəkildə genetik bir taramadan genetik bir karyotip baxılıbsa və orada hansısa bir genetik anomaliya görülübsə. Yəni bu bizə çox öncə əvvəllər əgər bu mümkün deyildisə, bu tamamilə biz qalırdı, belə deyim də, no-daçu, yəni təsadüf. O bir sonraki uşaq şey də ola bilər, yəni xəstə də doğula bilərdi, sağlam da doğula bilərdi, amma hal-hazırda nə yaxşı ki, bizim əlimizdə ekstrakorporal mayalanma var, genetik testlər var və biz embrionları genetik testlərdən keçirdik və sağlam embrionu verə bilirik. Sağlam övladların dünyaya gəlməsinə rahat zəmin yarada bilərik. Ondan sonra
kimlərə önərilir başqa? Zaten 35 yaşından önce bir il boyunca eğer düzenli ilişkiniz varsa ve buna rağmen siz yani hamile kalmayıpsa olmayıpsa o zaman olabilir, bir seçenektir. Ondan sonra qadında eğer borularında ciddi bir problem var veya uşaqlığında ciddi bir problem var. Yani hansısa bir anomaliya varsa, anatomik bir anomaliya varsa bu olabilir. Borular bağlıdırsa o zaman yine bir seçenektir. Eğer kişinin sperm testinde, spermiyogrammasında problemler varsa, ciddi bir problemler varsa o zaman bu bir seçenek olabilir. Belə, yəni əsas bunlardır. 35 yaşından sonra eğer 6 ay düzenli münasibətə baxmayaraq yenə də uşaq olmursa, bu xəstə, yəni artıq bir il gözləməyə ehtiyac yoxdur. Yəni bu cür pasiyentlər, xəstələr artıq çox vaxt itirmədən və bir də eğer rezerv, yumurtalıq rezervi yoxlanılıbsa və yumurtalıq rezervi düşükdürsə, aşağıdırsa, o zaman bu cür pasiyentlər gözləmədən artıq ekstrakorporal mayalanmaya baş tutmalıdırlar. Artıq alimlər çox böyük sürətlə bugün məsələn surroqat analar artıq var, donorluq var. Yəni bugün bizim ölkəmizdə çox tətbiq olunmasa da artıq var. Yəni bu insan artımı üçün bu gəlib artıq. Və indi alimlər çox böyük sürətlə süni bətinlərin üzərində işləyirlər və deyir hətta gələcəkdə istədiyiniz övladı istədiyiniz formada. Əvvəllər bunu zarafat eləyirdilər ki, ay gözünü göy istəyirəm, saçını sarışın istəyirəm, biraz alim qat, biraz nə bilim nə qat. Bunu əslində deyib gülürdük, amma alimlər bu dəqiqə sırf bunun üzərində işləyirlər. Gələcəkdə heç bəlkə də insanların hamilə qalmasına ehtiyac qalmayacaq. Amma heç istəmirəm o dönəmin tez gəlməsini, bilmirəm, yəni ona nə duyğu ötürüləcək. Sözün əsl mənası sanki bir robotlar doğulacaqlar. Bilmirik yəni. Yəqin ki onu biz görməyəcəyik, görməyimizi də istəmirəm. Doktor, təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm sizə. Çox sağ olun. Biz təşəkkür edirik. Bu arada bir daha vurğulayım dinləyicilərimizə, doktorumuz Türkiyədə Gülhanədə uzmanlıq təhsil alıb, ardından Qazi Universitetində ekstrakorporal mayalanma üzrə təhsilini davam etdirib. Hal-hazırda doktoranturanı da embriologiya üzrə Qazi Universitetində oxuyur. Lalə Kəzimova idi mənim qonağım, uzman cərrah mama ginekoloq və eyni zamanda ekstrakorporal mayalanma üzrə mütəxəssis. Əlaqə saxlamaq istəyənlər 055 636 35 85 nömrəsini yığa bilərlər və hər zaman olduğu kimi bilirsiniz, bizim də nömrəmiz dəyişilməz olaraq qalır. Bizimlə də əlaqə saxlaya və efirimizdə canlı suallarınızı ünvanlaya bilərsiniz. Biz ayrılan zaman yekunlaşır. Siz isə özünüzə yaxşı baxın. Təşəkkür edirəm doktor. Sağ olun, mən hər zaman sizə peşə uğurlar arzulayıram və hər zaman xanımlarımızın, xalqımızın sağlığının keşiyində belə ayıq-sayıq dayanasınız və o ən yeni bilikləri gətirib ölkəmizdə tətbiq eləyəsiniz. Çox sağ olun. Təşəkkürlər. Biz ayrılan zaman yekunlaşdı. Sizinlə mən idim. Sona Boynina Media FM-in efirində Media Doktoru dinləyirdiniz. Media Doktor